Cəmiyyət arasında açıq-aşkar hörmətsizlik eləyib, qeyr-etik ifadəsi ilə fərəhlənən Fərəh adlı oxuyançı. Meyxanaçı Samirənin qızı. Deyir ki, hamınız Kəmalə Günəşinin bir yerindən danışırsınız və bir yerində yeyirsiniz. Sonra deyir ki, bunu paylaşacağıq, xəbər saytlarına da verəcəyik. Mən inanmıram sən o danışığınsa xəbər saytı yaxşı formada paylaşa. Bu cəmaət, bu cəmiyyət, bu Azərbaycan xalqı, bu ictimaiyyət sənin o qeyr-etik danışığı və eşitməyə məcburiyyətində deyil. Mən sizlərə söz tapmıram deməyə. Siz və sizin timsalınızda əlinə mikrofon alıb danışığını bilməyən Azərbaycan incəsənətinə zərbə vuranlara söz tapmıram deməyə. Bir sözüm var, sadəcə sizə ayıb olsun. Video görüntünü təqdim edirəm, izləyin. Ayrılmasın, bir şey demək istəyirəm. Elə bunu yayınlayacağıq. Həm mən öz səhifəmdə yayınlayacağım hər yanda. Bütün saytlara belə verəcəyik. Bax, burada Nərminimizin məclisində nə qədər xanım var. Valla, hamınız bəzi yerlərini danışırsınız, amma bəzi yerlərini yeyirsiniz. Hamınızda da var, əcəmilin yaxşı elə. Hamınızda bir gürültü almışlar.